Ben gençleri çok seviyorum. Özde senin kimi istedadlı gençleri daha çok seviyorum. Neneyemiz. Sen Neneyem. çok istedadlısın. Genç neneyem. Gençler olmur. Elə əcəb eləmisən ki, vaxtında evladın olub, vaxtında da köçmüsən, vaxtında da nəvən olub. Hayır, görsən, Nigardan görəsiz o qədimi Aysel qadınlar, Sağ ol, qədimi Rəng. qızlar elə o cür olur. O vaxt qədim zamanlarda 10 yaşında, 12 yaşında ərə gedirdilər. Ona görə də kötücələr olur. Bu günləri Nüşabə Musayeva yanınıza gəldi və hər zaman siz yataqda olandan Nüşabə xanım hər dəfə məndən sizi soruşurdu və bu gün gəlmək istədi. Aysel xanım mənə deyirdi ki, ben Nüşabə xanım, Musayeva sənin yanına gəlmək istəyir. Sözün düzü utandım, dedim ay Aysel. Mənim ona nə yaxşılığım keçib ki, o gəlir məni yoxlamağa. Siz bizim Çox değerli sağ ol. sənətkarımızsınız. Çok sağ ol kızım, sen de bizim geleceğimiz. Sevirik sizi. Sen kimler bizim Biz kiçiklər geleceğimizdir. siz böyükləri ziyarət Çok eləmək sağ ol. haqqındayıq, Üzün ağ olsun, borcundayıq, üzün ağ olsun. gəlməliyik. Bak görürsən, bak mənim nə münasibətim var bundan, nə yaxınlığım var. Amma elə bildim ki, bugün geldi bura. Allah səni Elə ki, neçə ildir tanıyırıq neçə bir-birimizi. ildir. Nə olsun, efirdən baxmışam, səni izləmişəm, sevmişəm. Çox qəşəng də rəqslərim var. Elə, rəqs elə, yaraşır sənə. Fatma xanımdan bunu eşitmək nə xoş, Bəli. nə gözəl. Ne tər ki o oynuyor, rəqs eləmək Röya xanıma yaraşır, Ayxana. Allah can sağ olun. Sənə də yaraşır. Oyna da, oxu da. Allah'a şükür ne olur, boyun da var, buxunun da var, Dəhşət. gözəlliyin də var. Hər şey verir Allah Allah sizi var sənə. eləsin. Deyin görüm Nüşabə xanımda nə çatmır? Çatmayan bir şey var. Onda hər şey çatır. Mənim kimi bilirsən nə dər, sadə insandır. Aha. Sadəliyin özü bir gözəllikdir. Elədir. Çox gözəllikdir. Sadəlik çox, sadəlik mən nə qədər özümə belə hökm eləmişəm ki, sadə olum. Və mənə qıraqdan da deyirlər ki, sən çox sadəsən, biraz belə gəz. Dedim ki, niyə belə gəzməliyəm, mən kiməm ki? Hərdən mənə də deyirlər. Mən bura bax, sərkərdə deyiləm, bir şey deyiləm, qoşun başçısı deyiləm. Niyə belə gəzməliyəm? Hamımız mən? Allahın Hə? qullarıyıq. Niyə belə gəzməliyəm? Mən insanım. Sadəlik gözəllikdir. Sovet hakimiyyəti vaxtına geçsək, Lenin deyirdi ki, hamı bərabər olmalıdır. İnsanlar o bərabərlik özü bir gözəllikdir. Vallahi sadəlik özü bir gözəllikdir, bir xoşbəxtlikdir. Sadə olmaq lazımdır, Fatma sadə. xanım, Allah sizə bir də xəstəlik Və ağacı Fatma göstərməsin. Mahmudovanı da yoxlamaq lazımdır ki, Bəli. onun da ürəyi açılsın. Bax sen geldin, Allah'ın da olsun. Çox adam gəlir, mən durum indi hamısını sadalaya bilmərəm. O gələn adamlar gəldikcə, mən heç bir təmənna ummuram, ha, heç kimdən tövbə. Əsas Elə diqqət, qayğı, bax, bəli, o sevgi. gəliş. Bax, bizim mən keçən dəfə də dedim, bizim Mədəniyyət Nazirimiz çox sağ olsun, çox təşəkkür edirəm, bax buradan da. Allah onu sağlam, salamat eləsin və ona uğurlar arzulayıram. O da cavandır, gəncdir. Mənim oğlum yaşındadır, qızım yaşındadır. Amma o mənim ad günümdə, onun mənə gül buketi hədiyyəsi və öz nümayəndələri mənim evimə göndərməyi və onun mənə təbrik məktubu göndərməyi. Bilirsiniz necə məni ruhlandırdı. Böyüklük. Aha, Bəli. əslində Fatma xanımın bugünkü gündə ancaq qayğıya diqqət ehtiyacı var və bu günlərdə o diqqəti, qayğını siz göstərdiniz Nüşabə xanım. Mən də sizə Biz kişilərin borcudur. Aha. Dəyərli Və elə bir sənətkarlara, sənətkarın, Böyüklərə hörmət Bəli. eləmək üzr istəyirəm. Nəsibə xanım Zeynalovanın Allah rəhmət. yadigarı, onun nətər demək, elə davamçısıdır da. Bizim Mədəniyyət Nazirliyimizdə çalışır Nəsibə xanım Zeynalova. Orada çalışır. Bax, Nəsibə xanım da gəlmişdi. Mənim balaca Nəsibəm gəlmişdi. Fatma xanım, siz mənə deyin görüm Nüşabə xanımı harda görmək istəyirdiniz bu şou biznesdə? Hansı zirvədə görmək istəyirdiniz? O zirvəyə qalmaq onun özündən asılıdır. Olduğum yer çox rahatdır, çox gözəldir. Mənim üçün zirvə Mən gənclərin hamısını zirvədə görmək istəyirəm. Bax, bir zirvəni bir oxuyan fəth eləyib. Röya artıq o zirvəni fəth eləyibdir. Halaldır ona. Yaxşı eləyirsən. Fəth el o zirvəni. Çox adam sağa çatmaq istəyir, amma çatmaq mümkün deyil. Allah Röya xanıma da can sağlığı Onun versin. ayrı dəsti xətti var. Nüşabə xanımın ayrı Elədir, dəsti elədir. xətti. Onun yolu başqadır, oxumaq tərzi başqadır.
tam farklıdır. Hər kəs öz işində, Tam farklıdır. sayəsində, Senin de sənətində okumak zövq terzin tam farklıdır. Elədir, Bütün bəli. okuyanlardan tam farklı okuyurlar ama şıdır okuyursan, yaxşı okuyursan, şirin okuyursan, səsdə əsas nədir? O çok kışkırmak yok. Fatma xanım, Xırdalık mən ve heç şirinlik. oxuyan kimi yox. Mən bu günləri millətini sevən, xalqını sevən, sənətkarını, böyüyünü sevən bir bu millətin balası kimi, qızı kimi, nümayəndəsi kimi gəlmişəm yanınıza. Çok sağ ol. Bu Bu senin sənətlər böyüklüğündür kızım. Çok sağ ol. oxumaq da, oxumaq da, çok sağ ol. oynamaq da, hər bir sahə, hər bir vəzifə keçəridir, ötəridir. Yəni heç nə əbədi deyil. Bu dünyada bizim qazandıqlarımız belə bir şey ki, bizim deyil. Mən qoy məni müğənni kimi, sənətkar kimi, Niye öyle müğenni kimde heç aktyor kimi, aktrisa kimi tanımasınlar, dəyərləndirməsinlər. Amma mən istəyirəm ki, mən olmayanda məni bir insan kimi xatırlasınlar. Millətinə heç olmasa yararlı, bir kömək əlini uzadan Mən el səni- qızı kimi tanısınlar. Bəli, bəli, elə Allahdan eləsən- rəhmət oxusunlar. elə eləsən- Bugün mənim rəqsimi daşqalaq eləyirlər. Canlar sağ olsun. Onlar da mənim millətimin Elemezler, nümayəndələridir. elemezler. Mən O millətimin eleyenler bilirsen kimdi? Paxıllar. eləsinlər, millətimin yaxşısını da sevirəm, pisini də sevirəm. Onların hamısı mənimdir, canımdır. Haqqımı da hər kəsə halal eləyirəm. Mən sizin yanınıza gəlmişəm ki, bir də sizə arzulayım ki, xəstələnməyəsiniz. Müşabə Hanım'ın bir üstün cəhətindeyim. Yani eşitdiklərimi, gördüklərimi deyirəm. Ha, eşitmişəm də. Sağ olun. Eşitdiyimə görə qazilərin toylarına sən təmənnasız gedirsən. Hətta mənim bir nəfər yaxın adamım bir toyda olubdu. Deyir, nə qədər ona dedilər ki, pul götür, deyir, o götür. Hətta götürdüyünü də aparıb vermişsən bəyə. Bəli. Bax, bunu da mən eşitmişəm. Demişsən, dünyada götürmərəm. Zorla veriblər o pulu. Bax, bunun özü qızım bir böyüklükdür. Borcumuzdur. Böyüklükdür. Yəni sən görməmiş adam deyilsən. Allah sizə Çox can sağ olun. sağlığı versin. Bir də xəstələnməyin. Həmişə yanınızdayıq, həmişə yanımızda olun. Dəyərli Amin, sənətkarımız. amin. Sağ ol. Sen bir qəşəng bir şey zümzüm elə. Yenə qumlu sahil, yenə sərin bağ. Yenə gözüm düşüb meyvəlilərə. Burada sevgilimlə neçə il qabaq bir nar çubuğunu bastırdım yerə. Burada sevgilimlə neçə il qabaq bir nar çubuğunu bastırdım yerə. Nar ağacı, nar çiçeği bir tilsimdi hər ləçəyi. Nar ağacı, nar çiçeği bir tilsimdi hər ləçəyi. Öpürəm sizi. Halal olsun. Yanınızda oxumaq böyük məsuliyyət. Yo, 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 Üzüm niyə? sayəm, Olursan bunlar gel. ola bilər. Sizi amma çox sevirəm. Səni bütün Azərbaycan xalqı izləyir, tamaşaçılar izləyir. Özdə sən o bir iki nəfər deyilənə fikir vermə. Tez Normal bir qocalarsan. Sən yaxşı adamlardan yaxşı söz eşit. Əsas odur ki, mən bir Qarabağlı kimi deyirəm ki, sən supersən. İnsan kimi Allah sizi supersən, var eləsin. dost kimi, Allah həm də sizi oxuyan qorusun. kimi. Sənətkarlarımızı, böyüklərimizi, vətənimizi, elimizi, xalqımızı, obamızı qorusun. Amin. Təşəkkür edirəm.